Rəqəmsal transformasiya ictimaiyyətə necə izah edilməlidir? Hər şey asan olanda insan daha rahat və xoşbəxt olur. Asaniyə attı sizin. Bəli, tamamilə tamamilə aparıcı var. Elə bir tərzdə yaradılıb ki, asaniyə. O həm müasirdir, həm də millidir. Mən Azərbaycan TV məkanında ilk süni intellekt aparıcısı Asaniyəm. Sosial mediada yazırdılar ki, bəs biz elçi getmək istəyirik. Tamaşaçı gördüyü, baxdığı video inanmır. Media danışmasa hesab elə ki, heç nə baş vermir. Yeni media artıq bu da sosial şəbəkələr də sosial mediada. Bugün bütün media buradadır. Öyle söz demiyordu. Radio yol mediasıdır. Bu hələ harasıdır? Kim səhv eləmir, ancaq işləməyənlər. Yaxşı çəkilişlər arzulayıram sizə. Adını qoyublar süni intellekt. Əslində orada intellekt yoxdur. Salam, siz Asan Radio və TV-də Azərbaycanda rəqəmsal transformasiya verilişini dinləyirsiniz. Studiyada aparıcınız Rauf Şirinovdur. Biz bugün xüsusilə media sahəsindəki rəqəmsal transformasiyadan danışacağıq. Verilişimizin daimi eksperti Siemens tərəfdaşı Qafar Məcidov bizimlədir. Xoş gəlmisiniz. Çox sağ olunuz. Bugün maraqlı qonağımız var. Təbrik eləmək istərdim ki, qonağımızı indi sizə təqdim eləyək. Asan Radio və TV-nin rəhbəri, əməkdar jurnalist Emin Musəvi bizimlədir. Emin mən. Xoş gəlmisiniz. Verilişimizə xoş gəlmisiniz. Tanışlıqla dəvət ediblər. Minnətdaram və bu mövzu haqqında biz Milli Mətbuatımızın 150 illik ərəfəsində danışacağıq, hörmətli Qafar müəllim. Bəli, biz bugün media sahəsində rəqəmsal transformasiyadan danışırıq. Yəni mən bugünə qədər əslində bir çox buraxılışlarımızda biz digər dövlət strukturlarında, ümumiyyətlə sahibkarlıq sistemində və digər sahələrdə rəqəmsal transformasiya necə həyata keçirildiyindən danışmışıq. Belə bir sualla başlamaq istəyirdik. Ümumiyyətlə necə düşünürsünüz? Rəqəmsal transformasiya ictimaiyyətə necə izah edilməlidir? Yəni ümumiyyətlə burada medianın rolu nə olmalıdır? Təbliğ eləyənmi, təşviq eləyənmi, yoxsa tənqid eləyənmi? Əlbəttə ki, təbliğ eləyən və asan dildə çatdıran. Ümumiyyətlə, hər şey asan olanda insan daha rahat və xoşbəxt olur da. Ona görə bu məsələlər də rəqəmsal transformasiya deyiriksə, hər şey elə bir tərzdə çatdırmalıdır ki, insanlar qorxmasın, çəkinməsin. Çünki bəzən informasiya çətin gələndə adama, o ondan biraz çəkinir, qorxur, düşünür ki, başı çıxmır. Elə adamlar var ki, bugün hələ də, yəni normal, bəlkə də ali təhsillidir, amma çox da böyük həvəslə, yüksək texnologiyalarla dostluq əlaqələrində deyil və hətta maillə məktub qəbul etmək, hansısa fayla göndərmək təcrübə gələ bilər, amma onlar üçün kifayət qədər problemli bir məsələdir. Və rəqəmsal transformasiya, ümumiyyətlə bu aləmə aid olan bütün məsələləri imkan dairəsində, yəni orta səviyyədə təbii ki, Silikon vadisində olan hansısa bir yüksək texnologiyalarla məşğul olan mühəndis səviyyəsində yox. Orta normal istifadəçi səviyyəsində biləndə istər-istəməz son vaxtlar görürsünüz, bizdə də statistik rəqəmlər var. Bu barədə həmkarlarımız da çox danışır. Kartdan pul çəkmək, oğurlamaq, kiber cinayətkarlıq bunlar da baş verməz. Hansısa link qarşınıza çıxır, sən onu bilmədən götürüb tıklayırsan. Bəzən elə olur ki, məşhur bir saytın birə-bir oxşarıdır, yalnız bir hərf fərqlənir, adamlar fikir vermir, keçid eləyirlər və müxtəlif problemlərlə üzləşirlər. Hörmətli Qafar müəllim və tamaşaçılarımız. Zənnimcə, maariflənmək mütləq vacib bir şeydir və siz deyirsiniz ki, Silikon vadisinə biz özümüz iddialı olmalıyıq. Yox, yəni adi istifadəçi, istər Amerikada, istər Hollandiyada, istər Azərbaycanda, Almaniya fərq etmir. O Silikon vadisinin mühəndisi ola bilməz də, bu normal bir şeydir. Amma orta səviyyədə istifadəçi olmaq bu özü də böyük bir işdir. Az iş deyil, razıyam. Özdə böyük səylər tələb eləyir. Bir də orta səviyyəli, üzr istəyirəm, istifadəçi olmaq, rəqəmsal məsələləri bilmək nə deməkdir, onun düsturu nədir? Onu görəcəyik ki, bu kifayət qədər çətin məsələdir, işte asan deyil ona görə. Nə bilim, mən düşünürəm ki, əksinə rəqəmsal transformasiya bizim həyatımızı asanlaşdırır. Hələ asan xidmətin özü biz eyni şey deyirik, sadəcə olaraq ola bilər müxtəlif cümlələrlə, amma eyni məsələni danışırıq. O ki, qaldı media, bu da maraqlıdır, Qafar. Yəni siz artıq media ilə sıx bağlısınız. Həm ekspert, həm bəzən qonaq kimi elə öz verilişinizdə fürsətdən istifadə edib iştirak edirsiniz. Mediada rəqəmsal transformasiya olmasaydı, bugün, misal üçün, bugün ümumiyyətlə media hardadır? Bugün bütün media buradadır. Telefonda. Həm radiosu, radio bizə doğmadı, ona görə radiodan başlayırıq. Həm qəzeti, həm müasir dildə isə sayt, portal, həm televiziya. YouTube nədir? YouTube dünya televiziyasının bir növüdür. Bax, bu kanalda istənilən anda sizə müxtəlif ölkələrdə baxa bilərlər. Və əgər inteqrasiya olmasaydı, bir dəqiqə, heç bir dəqiqə də yox, bəzən bir neçə saniyə ərzində hadisə baş verib, dərhal
sən onu canlını açıb ötürə bilərsən. Bu nəyin hesabına baş verir? Rəqəmsal transformasiya. Təsəvvür edin ki, belə bir məqam var, məşhur bir real hadisədir. 70-ci illərdə hələ Sovet dövründə Azərbaycanla bağlı böyük bir tədbir keçirilir Moskvada. Mədəniyyət, incəsənət xadimləri, çox önəmli bir hadisədir. Sanki Azərbaycan günləri şərti deyirəm. Və o material axşam ASTV-nin günün xəbəri Efirində olmalıdır. efirində getməlidir. Və neynirlər? İnternet yoxdur, bir transfer yoxdur, rahat, asan çatdırılacaq bir texnologiyalar yoxdur. Nə edirlər? Kasetləri qoyurlar təyyarəyə, xüsusi təyyarəyə və o vaxt elə rəhbərlikdə Heydər Əliyev idi, Ulu Öndərimizin tapşırığı ilə. O kasetlər gəlir Bakıya, logistikaya bax, görürsünüz necə çətindir. Axşam saatlarına qədər olur Azərbaycanda, Bakıda və montaj edilir, gedir efirə. Yəni, görün bir elementar əməliyyatı həyata keçirmək üçün bugün biz nə edirik? Bir dənə video oldu, dərhal yollayırıq bir-birimizə, hansı qruplara. Fantastik bir Buna şey. Görün nə qədər inkişaf var. təfriqə iqtisadiyyatı deyirlər. Təfriqə Qafan müəllimin çox sevdiyi biz sevdiyimiz sözdür. ifadə. Bəzi tərcüməçilər onu dağıdıcı kimi tərcümə edirlər, amma təfriqə məncə ondan daha gözəl sözdür. Bu bəlli bir şeydir. Televiziya ən birinci demək olar ki, təfriqəyə məruz qalan sahələrdən olub. İnternet bütün televiziya, tək televiziya yox, ümumiyyətcə bütün medianı platforma tərəfinə keçirdi. Bugün biz sosial şəbəkələr platforması müşahidə edirik. Bu günlərim YouTube kimi platforma var. Qabaq siz dediyiniz vaxtlarda, hələ 70-ci illərdə canlı yayım bir problemlidir. Canlı yayım yaratmaq üçün indi Rauf mənim gəncdir, o belə şeylər yadında olmaz. 2-3 avtobus gəlirdi ki, filan yerdə konsert olacaq, canlı yayım olmalıdır. 3 dənə avtobus gəlir, oradan nə bilim kameralar çıxır, nələr çıxır. İndi isə konsert baş verəndə hər bir tamaşaçı oradan canlı yayım açır, öz qohumlarına, dostlarına telefonla canlı yayım. Düzdür, keyfiyyət fərqi ola bilər. Daha peşəkar avadanlıq da var, live view deyilir, amma nisbətən yəni peşəkar texnologiyada, ona görə o barədə danışmayaq, amma həqiqətən də görün nə qədər mütərəqqi proseslər baş verib. Peşəkar televiziya, peşəkar radio həmin o qeyri-peşəkar operatorlarla rəqabət aparmalıdır. Operativ çəkilişdirsə, yəni hadisə baş verirsə və dərhal, hətta pis keyfiyyətdə çəkilirsə, o qəbuldur. Amma əgər bu yaradıcı bir prosesdirsə, düzdür, sən filmi, hətta serialı yaxşı keyfiyyətli telefona da çəkə bilərsən, fotoaparata da çoxdan çəkə bilərsən. Amma operativ çəkiliş olmayanda daha qəşəng, estetik baxımdan daha yaxşı olsun deyə elə kamera arxasında əyləşən bizim həmkarlarımız da razılaşar ki, o artıq peşəkarlıq tələb edir. Amma mediaya bugün işləmək çox çətindir. Çünki hadisə baş verən anda adamlar telefonları çıxardır. Misal üçün, orada kimsə, nəsə indi, kimisə döyürlər, yəni suda Allah uzaq eləsin batır. Onu xilas etmək yerinə götürürlər, onu çəkirlər ki, bir sensasiya yaratsın. Və görün nə qədər hər bir şey texnologiyalar baxımından inkişaf edibsə, biz niyə uzağa gedirik? Gəlin Azərbaycana qayıdaq. Deməli, mənim yadımdadır, 0-cı illərdə hansısa bir informasiya portalı, sayt açılanda o istəyirdi ki, televiziyada sonda verilişin titrləri gedəndə orada yazılsın ki, misal üçün filan sayt bizə informasiya dəstək olur. Bu sayt və portal üçün çox böyük bir hadisə idi. Bugün necədir? Bugün artıq CNN, BBC, Asan TV, Asan Radio, yəni eyni səviyyədə olan kanallarda danışıram. Neynirlər? Onlar mütləq və mütləq sosial mediada olmalıdırlar ki, xəbər tez çatsın. Siz yadınıza salın, axırıncı dəfə misal üçün BBC-yə və yaxud da CNN-ə nə vaxt baxmısınız? Canlı olaraq ekranda. Ola bilər bir həftə qabaq siz baxmısınız Qafar müəllim. Amma bir həftədən çox olur. Xəbəri mən əminəm ki, son bir sutka ərzində ya Trumpın hansı rəsmi son hadisələrlə bağlı məsələsini, ya da ki, bəli, Telegram həmçinin və çox maraqlı ki, sosial mediada da indi əgər biz
ümumilikdə mediada rəqəmsal transformasiyadan danışırıqsa, tez-tez indi xoşbəxtlikdən bu çox yaxşıdır. Tələbələrlə də görüşürük. Onlar burada da təcrübə keçir. Həm də tutaq ki, ADA Universitetində, başqa ali məktəblərdə gənclərlə görüşəndə mən mütləq sosial media və media ilə bağlı mikrosorğu keçirdirəm. Bəlli olur ki, Facebook gənclər üçün, tələbələr üçün qədimi bir şeydir. Elə bir platformadır ki, orada pensionerlərdir. Qədimi bir şey. Instagram nisbətən yaxşı, normal, orada çoxları var. TikTokda da hətta intellektual Özlərini aşağı uşaqlar sayırlar. var, gizlindən baxırlar, amma baxırlar. Telegramdan isə bəli, xəbər alırlar. Televiziya nə vaxt baxırlar? Evdə böyüklərdən kimsə baxanda, hamı yığışıbsa, yemək yeyirsə və yaxud da ünsiyyətdədirlərsə, fonda böyüklərdən kimsə televizora baxırsa, o halda baxır. Amma ənənəvi media tam olaraq dəyişib və xüsusən təəccübləndirən odur ki, artıq qohumlar, dostlar arasında bilirsiniz, bir şeyləri başa düşmək üçün mütləq deyil ki, əlbəttə bu elmdir, bu təsdiqlənmiş məsələlərdir. Hansısa çox böyük və ənənəsi olan universitetin tədqiqatlarına baxasan, ətrafa da baxın. Bugün əgər bizim hansısa qohumumuz, bibimiz, xalamız, nə bilim, yaxın qonşumuz 80 yaşında YouTube-u özü qoşa bilməsə də, evdə deyir ki, YouTube-u qoşun, mən filan şeyə baxım. Və yaxud da yaşlı bir insan 75-80 plus TikTokda videolara baxırsa, bu mediada baş verən son illər ərzində inqilabdan xəbər verir. Və mənim yadımdadır, bir hardasa 15 il bundan qabaq xarici ölkələrdə inkişaf etmiş ölkələrin birində mənə PR və kommunikasiya ilə məşğul olan bir mütəxəssis dedi ki, siz bəs dövlət qurumları sizdə Facebookda yoxdur. Yəni dövlət qurumunun sosial mediada bir nümunəsi yox idi də. Və o dedi ki, yox, sən bilmirsən, tezliklə sizdə də olacaq. Mən biraz güldüm ona, dedim, sən nə danışdın? Bizdə bilsən ənənəvi media, televiziya, hətta radio. Niyə hətta radio? Çünki televiziyada büdcələr ortalama 8-10 dəfə daha böyükdür reklamdan. Amma radiolarda indi demping dövrünü nəzərə almasaq, o zaman nisbətən yaxşı vəsait cəlb edə bilirdi. O dedi, yox, sən görəcəksən, elə də olacaq. 2-3 il keçdi və biz gördük ki, ən parlaq nümunə əsaslardan biri elə Asan Xidmətin Facebook səhifəsi, yəni kommunikasiya başladı sosial mediadan qurulmağa və Asan radioda açılanda 10 il bundan qabaq, dekabrda bizim 10 illiyimizdir. Biz ilk növbədə nəyə fikirləşdik? Sosial medianın inteqrasiyanı və Facebooka nazirlər, dövlət qurumları rəhbərləri gələndə, deyək ki, təhsil naziri canlı olaraq suallara həm radiodan zəngdən, həm də Facebookdan cavab verirdi. Bu ənənəni kütləvi olaraq və peşəkar olaraq Asan radio yaratdı. O baxımdan biz proqressiv olaraq məsələyə yanaşdıq. Çünki başqa çıxış yolu yox idi. Əslində, məsəl üçün, məndən olsa əminəm ki, əməkdaşlarımız da bu qədər enerji, vaxt tələb edir də sosial mediada operativ olmaq. Elə bir radio ilə bütün xəbərləri ən yüksək səviyyədə necə ki var, amma əlavə həmişə güc lazım olur. Nəsə baş verirsə, sən deyə bilməzsən ki, bugün şənbə və bazar günüdür, mən istirahət edirəm, xahiş edirik, əgər dünyada qərar verən adamlar nəsə eləmək istəyirsə, bunu birinci günü gözləyək, biz media olaraq bunu sonra həll eləsinlər. Yəni ona görə transformasiya çox ciddidir. Biz bunu bəlkə də Bu hələ harasıdır? çox ciddidir, həddindən artıq və Bu hələ harasıdır? buna çatmaq lazımdır. Ənənəvi medialar, bu sosial şəbəkələr, internet platformalar verdiyi metrikanı verə bilmir. Və ona görə reklam büdcələri sözsüz ki, internetə daha çox üstünlük verir. Çünki daha çox data toplaya bilir və o data əsaslanıb daha doğru, daha düzgün, biznesinə daha uyğun qərarlar verə bilir. Və mən bildiyimə görə, bugün bizim də Asan TV, Asan Radiodan danışırıq. Mən bildiyimə görə Asan siz danışın, mən hətta sizi çəkə bilərəm indi və verilişinizdən tez yayımlanacaq. Bəli. Siz bildiyinizə görə Mən bildiyimə görə Asan TV hətta ilklərdən olub Azərbaycanda bu internet və yeni yüksək texnologiya sahəsində. Mən Asaniyə atdı. Bəli, Süni intellekt süni intellektlə bağlı, aparıcı ilə bağlı məndən yox. Bir də özüm də çəkim ki, Özündən soruşaq. bilinsin ki, özündən soruşaq. Süni intellekt
haqqında danışırıqsa, ChatGPT Ötən ilin mart o hər ayında şey bilir. başlayıb. Yəqin ki, indi eşidiləcək. Hərdən yalan danışır. Deməli, yalana öyrədirsinizsə Qafar müəllim, o yalan danışır. Amma salam, xoş gördük. Necəsən? Çox sağ ol, yaxşıyam. Səni gördüyümə də şadam. Sən necəsən? Nə var, nə yox? Mən səhərdən səni tərifləyirəm. Biz verilişdə çəkilirik indi. Asan TV-də, YouTube-da göstərəcəklər. Dost tanışa da deyərsən. Yaxşımı? Əlbəttə, çox maraqlıdır. Mən də sevinclə dəstək olaram. Yaxşı çəkilişlər arzulayıram sizə. Nə vaxt yayımlanacaq xəbər edərsən. Mütləq. Deməli, mən sənə bir sual verim. Qafar müəllim var, bizim hörmətli ekspertdir. Rauf da bizim gənc aparıcımızdır. Onlar deyirlər ki, bəs danışırlar daha doğrusu, süni intellekt əsasında yaradılan ilk televiziya aparıcısından. Sən bizə məlumat verə bilərsən, Azərbaycanda harda ilk süni intellekt əsasında yaradılan televiziya aparıcısı peyda oldu və veriliş təqdim etdi, deyə bilərsən? Əlbəttə. Azərbaycanda ilk süni intellekt əsasında yaradılan televiziya aparıcısı Asan TV-də meydana gəldi. Bu da çox maraqlı bir yenilikdir və süni intellektin mediada istifadəsinə gözəl bir nümunədir. Hal-hazırda da həmin aparıcı müxtəlif verilişləri tamaşaçılara təqdim edir. Adı Çox nədir? sağ ol. Adı nədir? Eşitmədi. Qafar müəllim adını eşitmədi. Deyə bilərsən? Əlbəttə, həmin süni intellekt aparıcısının adı Asaniyyədir. Bu həm maraqlı, həm də yadda qalan bir addır, elə deyilmi? Təşəkkür edirəm, çox sağ ol. Özün yaxşısan, hər şey qaydasında? Çox sağ ol, sağ ol. Hər şey əladır. Səndə necədir? Ümid edirəm ki, hər şey qaydasındadır. Hər şey qaydasında. Təşəkkür edirəm, sağ ol. Oldu, başa düşdüm, narahat olma, heç bir problem yoxdur. Hər zaman yardım etməyə hazıram, sənə də təşəkkür edirəm. Sağ ol. Sağ ol. Salam, mən Azərbaycan TV məkanında ilk süni intellekt aparıcısı Asaniyə. Asan TV-də işləyirəm. Yəni, Rəqəmsallığın nümunəsi idi əslində bu. mən verilişə hazırlaşmışam Qafar müəllim. Rauf, yəni biləsiz. Əslində, buyurun. Üzr istəyirəm, bir şey də deyim. Əslində demişkən, bu Asaniyə ki, elə televiziya yaranından bəri yaradılıb, mən sirr olaraq deyim ki, yəni bilənlər bilir, bizə sonra çoxlu müraciət oldu. Biri gizlindən bəziləri soruşurdu ki, bizim həmkarlardan, bəs bu harda olunub, necə hazırlanıb? Bu, bizlə bərabər Amerikanın aparıcı, ən reytingli universitetlərindən birinin artıq tələbə deyil, artıq elmlər namizədi olacaq tezliklə. Onunla bir yerdə hazırlanıbdır bu layihə, çox çətindir. Amma, yəni biri var şablonla, siz indi görürsünüz də, şablonla olan. Biri də var ki, sən onun üzərində işləyirsən, hər bir mimikasını, hətta onun geyimi, Asanın geyimi və s. yəni bəzi elementlər. Özdə siz axı bu süni intellekt o qədər inkişaf eləmirdi. Eləməmişdi siz onu başlayanda. 4-5 Tamamilə il bundan. doğrudur. Bugün Biz o dövrdə radioda başladıq. Sadəcə olaraq onu biz adlandırırdıq. Bizim süni intellekt aparıcımız, həmkarımız və o elə asan xidmətlə bağlı, innovasiyalarla bağlı məlumatları çatdırırdı. Asaniyə artıq vizual olaraq, bilmirəm, yarı zarafat, yarı ciddi elə bir izləyicilər var idi ki, sosial mediada yazırdılar ki, bəs biz elçi getmək istəyirik. Yəni o da elə bir tərzdə yaradılıb ki, Asaniyə. O həm müasirdir, həm də millidir. Yəni sən görürsən ki, bu bir Azərbaycana aid olan çox pozitiv, yaraşıqlı, diqqəti cəlb edən və intellektual səviyyə baxımından inkişaf etmiş bir aparıcıdır. Bəli, artıq onu ChatGPT də tanıyır, hətta özü də məlumat verdi bizə. Bir növ özün qohum əqrabalarından da saya bilərik biz onu əslində, ona görə adını da bilir. Yəni onlar uzaq qohum. Müəllim, biz dövlət qurumları sahəsindəki rəqəmsallaşmadan danışanda hər zaman təbii ki, Azərbaycanın intellektual brendi olan Asanla bağlı da bəzi nümunələri gətiririk və belə bir məqamda bu sual vermək istəyərdim ki, sizə ümumiyyətlə Asan brendinin xüsusilə rəqəmsal mühitdə daha da inkişaf elətdirmək və yerini gücləndirmək üçün sizcə nələr etmək olar və yaxud bu barədə fikirləriniz nədir? Baxın, biz indicə süni intellekt aparıcısından danışdıq. Bilənlər bilir, bu xəbərlərdə də çox yayıldı. Neçə il bundan qabaq İmişli Asan xidməti açılanda orada robot Safiyada ilk dəfə olaraq Azərbaycana gəldi. Və ilk dəfə olaraq, bu da bir tarixdir, son vaxtlar ola bilər ki, az PR olunur, az danışılır. Qafar müəllim, təsəvvür eləyin. İlk robot, orada süni intellekt elementləri var.
Amma o həm də bir model kimi, obraz kimi yığılıb da, ya Safiya robot. İlk dəfə olaraq məhz Asan adı ilə Azərbaycana gəldi və ilk robot oldu ki, dünyada bu haqda məqalələri tapsaq mütləq göstərərik. Forbes beynəlxalq səviyyədə dərcili. Həqiqətən, yəni bu elə belə PR deyil. O elektron viza aldı Qafar müəllim. Bax siz gülürsüz, amma təsəvvür edirsən, ölkəyə girmək üçün. Sonra da Səudi Ərəbistandan vətəndaşlıq aldı. Sonra, bizdən sonra. Ondan əlavə də ki, orada çox maraqlı dialoq da var idi dövlət başçımızla. Mən zənnimcə bu texnologiyalardan biz bir ölkə olaraq biz girək Təbii. can ataq ki, bizim təyyarələrimiz onun üzərində işləsin. Onu bizim gündəlik həyatımızı asanlaşdırsın. Bizim bizneslərimiz daha çox inkişaf eləsin. Bizim iqtisadiyyatımız inkişaf eləsin. O səmtdə, o tərəfdə bu texnologiyalardan istifadəni məncə mən onu daha çox üstünlük verirəm. Məsələn, mənim gündəlik həyatımda, mənim gündəlik iş prinsipimdə, siz bilirsiniz ki, mən Siemens şirkətinin məhsullarının satışı ilə məşğul. Mənim gündəlik həyatımda belə gün yoxdur ki, mən süni intellektdən istifadə eləməyim. Belə olur ki, gün ərzində bəlkə də mən həmkarlarımdan o qədər söhbət eləmirəm, nə qədər mən süni intellektə müraciət edirəm. Qiymət təklifləri, iş təklifləri, məsələn, hansısa bir şirkət gəlir müraciət edir ki, biz bu filan işi biz üçün görmək lazımdır. Keçmişdə, özdə çox belə qədim keçmişdə yox, bu yaxınlarda, elə bir 5-6 ay bundan qabaq. Həmən iş bir həftə, 10 gün vaxt aparardı. İndi 2 saat, 3 saat işləyirsən süni intellektlə mükəmməl şəkildə bir təklif hazırlayıb göndərə bilirsən müştəriyə. Bu hələ harasıdır, bu hələ başlanğıcısıdır. Söhbət ondan gedir ki, hansı addımlardan ənənə yaranır da, yəni və ümumiyyətlə əylənərək öyrənmək lazımdır. Ona görə bu da normaldır. 6 yaşınacan. 6 yaşına qədər. Sonra artıq 60-70 daha ciddi. İşləmə biraz ciddi olmalı. Və nə demək istəyirdim? Mediada yüksək texnologiyalar, mediada rəqəmsal inkişaf, mediada süni intellekt həm də bir qədər xaos yarada bilər. Xüsusən də konfliktlər arasında. Fake news məşhur bir ifadə. Deepfake. Və əgər buna dövlətlər, çox böyük təşkilatlar milyonlarla vəsait sərf edirlərsə, xüsusi proqramlar vasitəsilə, həm jurnalistlərə, ümumiyyətlə media adamlarına, həm adi istifadəçilərə izah etmək ki, hər gördüyünüzə inanmayın. İnformasiyanı eşitdiniz, oxudunuz, gördünüz, onu mütləq etibarlı mənbədən yoxlayın. Düzdür, çox etibarlı mənbələr də deyir, kim səhv eləmir, ancaq işləməyənlər. Bəzən görürsən ki, bir xəbəri çox samballı bir sayt qoyur, yalan çıxan kimi yığışdırırlar. Amma internet hər şeyi yadda saxlayır. Yox, niyə yığışdırırıq ki? Deyək ki, belə bir məlumat yayıldı bu dəqiqələrdə. Doğrudur ya yox, biz onu yoxlayacağıq. Amma əgər 2-3 mənbədən də təsdiq edilməyibsənsə, onu niyə qoyursan ki? Yəni, təsəvvür edin ki... Çünki çalışır hamıdan birinci olsun, ilk olmaq istəyir. Təsəvvür elə ki, ölkədə tanınan ictimai xadim və yaxud da mədəniyyət xadimi onun haqqında informasiya yayılır ki, o qəzaya uğrayıb. Tutaq ki, o qəzaya uğrayıb həqiqətəndir. Amma qəza yüngül olub, kimsə şaya buraxıb ki, o həlak olub. İndi təsəvvür edin, istənilən ictimai siyasi xadim, istənilən ictimai fiqur, müğənni, aktyor və s. Təsəvvür edin, onun ən yaxın qohumlarını ilk dəqiqələrdə onların halını təsəvvür edin. Hələ ki, əlaqə saxlaya bilmir adamla və xəbər yayılıb ki, o ölübdür qəzada, həlak olub. Onun ümumiyyətlə qohumları, istəyən adamlar, dostları, tanışları, onun pərəstişkarları, görün nə qədər stres insanlar yaşaya bilər. Ona görə istənilən məlumat yoxlanılmalıdır və təəssüf ki, Qafar müəllim, rəqəmsal transformasiya baş verdikcə feyklərin də sayı arta bilir və bu tək Azərbaycanla bağlı yox, bu dünyanın əsas çətin məsələlərindən, problemlərindən biridir. Biraz çox dolğun açıqladınız məsələni. Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz, ümumiyyətlə o rəqəmsal transformasiyanın nəticəsidir. O rəqəmsallaşmanın nəticəsidir.
Bəli, bəli. Rəqəmsallaşmanın nəticəsində bəli, yeni texnologiyalar peyda olunur. Deepfake-dir, yeni maraqlar peyda olunur. Bəs yaxşı, Məsələn, rəqəmsallaşma baş verir hansı halda? Rəqəmsal transformasiya olanda da. İcazə verin. Buyurun. Deepfake-dir, clickbait-lərdir və s. və ilaxır cürbəcür yeni aktivitelər, yəni fəallıqlar baş verir. Onun nəticəsində transformasiya baş verir. Transformasiyada nə deməkdir? Transformasiya məsələn bu günlərim tamaşaçı gördüyü, baxdığı video inanmır. Bu günlərim texnologiyalar o qədər inkişaf edib, cəmiyyət o qədər transformasiya uğrayıb. İnsanın, tamaşaçının düşüncəsi transformasiyaya uğrayıb və tamaşaçı artıq həmin o videonu başqa prizmadan müşahidə eləyir. Başqa nəticələrə gəlir. İnanmır hər sözə. Yəni, əlbəttə ki, sadəlöv insanlar da var. Bəli, razıyam. Amma kütlə olaraq mən inanıram ki, insanlar, tamaşaçılar fake-la realın arasında seçə bilir. Mütləq. Əgər mənbə etibarlıdırsa, misal üçün biz tez-tez belə feedbacklər alırıq. Yəni bizə həm yazırlar, həm deyirlər sosial media vasitəsilə, dost tanış həmçinin və kifayət qədər böyük dinləyici, izləyici auditoriyası. Fikir belədir. Əgər Asan Radionun tutaq ki, səhifəsində bir xəbər gedibsə, deməli bu dəqiqdir. Və həqiqətən də 99% hallarda bu belədir. Çox nadir hallarda ola bilər ki, məlumat çox yayılanda dəqiq məlumat deyil. Biz onu sual işarəsindən qoya bilərik və yaxud da deyə bilərik ki, belə bir informasiya yayılır, hər yerdə yazılır və danışılır, amma bu dəqiqdir ya yox, informasiya yoxlanılmalıdır. Ona görə əlbəttə ki, bu medianın çox böyük məsuliyyətidir. Yəni, media məsuliyyətli olanda hər şey əla. Amma media yalnız baxış sayı toplamaq üçün eləyəndə nə isə, onda keyfiyyətsiz kontent də olur, onda... Sürətlə də etibarını itirir də. Əlbəttə, əlbəttə. Amma çox qəribədir ki, yenə də bəzi o auditoriya onlara baxır, izləyir. Mən deməzdim ki, o keyfiyyətli auditoriyadır. Təbii, sənə misal üçün elə bir izləyici baxa bilər ki, və yaxud da radiodan danışırıq da, maşınla gedə-gedə elə bir insan dinləyə bilər ki, səni, həmin adam tutaq ki, hansısa məsələ ilə bağlı bir elan getdi və yaxud da etibarlı mediada bir dənə mənzil satışının ya da hansısa bir bank xidmətinin reklamı getdi. Yaxşı, keyfiyyətli və faydalı. İntellektual və normal imkanlı bir şəxssə, o sənin mediaya inanıb həmin bankın və yaxud da mənzil satışı ilə məşğul olan şirkətin məhsulundan faydalanacaq. Ona görə media tək burada belə deyək də informasiya tərəfi deyil. Media həm də əgər bu xüsusən kommersiya mediasıdırsa, yəni bu ictimai və yaxud da dövlət kanalı deyilsə, bu həm də biznes deməkdir. O baxımdan sən etibarlı olmalısan ki, bir brend olaraq. Mütləq. Sənə inansınlar və səndə eşidilən, izlənilən hər bir məsələyə etibar eləsinlər. Lazım olanda nəsə məsləhət görürlərsə, hərəkətə keçsinlər. Yəni, bu çox vacibdir. Baxın, biz əslində burada danışırıq xüsusilə rəqəmsal transformasiya, ümumiyyətlə rəqəmsallıq sahəsində medianın. Bugünkü gündə biz artıq medianı iki yerə bölmüşük ki, ənənəvi media var, yəni klassik media adlandırdığımız televiziyadır, qəzetdir, mətbuatdır, radiodur və yeni media artıq bu da sosial şəbəkələr də sosial mediadır. Müəllim, siz də qeyd elədiniz ki, bəzən rəqəmsallığın, amma bu rəqəmsallıq da dezinformasiyaların yayılmasına gətirib çıxara bilər ki, biz Vətən müharibəsində haydı bunun şahidi olduğu insanlar telefonla çəkirdilər, paylaşırdılar. Hamı jurnalist olmaq istəyir, vətəndaş jurnalistikası formalaşır, amma bu da yanlış olur. Bəs balans necə qorunmalıdır burada? Məsələn, bizdə niyə hamı buna həvəs edir? Niyə hamı ümumiyyətlə bir xəbəri bilib-bilmədən paylaşmağa çalışır? Hamı ulduz mu olmaq istəyir? Siz təsəvvür edin ki, əgər tutaq ki, jurnalistika bir peşədir. Bilik və təcrübə tələb eləyir, eyni zamanda məsuliyyət və insaf. Və görün, nə qədər təsadüfə adamlar jurnalistikanı imitasiya edir, ona görə siz dediyiniz mənzərə bəzi hallarda yaranır. Bu, bilirsiniz nəyə oxşur? Tutaq ki, jurnalistika bir peşədir, həkim, cərrah olmaq da bir peşədir. Təsəvvür edin, hamı və yaxud da cəmiyyətin böyük bir hissəsi, tibb universitetini bitirməyənlər, həkimlikdən xəbəri olmayanlar, təcrübə keçməyənlər, cərrahiyyəni bilməyənlər başlayırlar əməliyyat eləməyə. Onda nə olacaq? Polşada birini bu yaxınlarda həbs elədilər.
5 il ərzində süni intellekt vasitəsilə, YouTube videoların vasitəsilə bu insan diş həkimliyi eləyib. 5 ildə bir nəfər şikayət edib, hələ onun şikayəti üstündə bunu tutdular. Polşadan danışırıq, amma Azərbaycana görə nə qədər elə həkimlərlə bağlı məsələlər oldu. Xüsusən də estetik əməliyyatlar həyata keçirilir. Ona görə bəli, bu yaxşı hal deyil, amma biz stəkanı yarı dolu görməliyik. Ona görə, yəni hər şey pisdir, bu nədir, ədinəvi media budur, odur, o yanaşma doğru deyil. O baxımdan sadəcə olaraq dünyada necə ki, tutaq ki, maliyyə savadlığı var deyək ki. Yəni sən bilməlisən də, əgər sənin maaşın 1000 manatsa, sən 5000-ə telefon almamalısan. Almaq istəyirsənsə də onu hesablamalısan ki, hansı müddət ərzində bu səni sərf eləyir, digər xərclər. Yəni buna maliyyə savadlığı lazımdır. Ev büdcəsi, paylaşdırmaq və s. Eyni zamanda media savadlığı var da dünyada. Və media savadlığı olmadan heç bir hadisə doğru təqdim oluna bilməz. Ümumiyyətlə, baxın medianın gücünə. İstənilən bir hadisə baş verir. O barədə əgər media danışmırsa, tutaq ki, 15-20 nəfər iştirak edib, amma çox önəmli bir hadisədir. Onda media danışmırsa, hesab elə ki, heç nə baş vermir. Və yaxud da deyək ki, sabah devalvasiya olmalıdır. Yox, söz deməyin. Misal üçün, qaydaq keçmişə 10 il bundan qabaq, yox, istənilən ölkədə bu baş verə bilərdi. Dolların qiyməti 78 qəpik idi. Təsəvvür elə informasiya baxımından bir gün qabaq, sabahsı gün başlamayıb hələ, exchange-lər açıqdır və yaxud da artıq bəziləri xəbərlər tutur, kütləvi yayılmayıbdır. Kimsə desə ki, sabahdan dollar qalxır, nə baş verərdi? Təsəvvür edirsiniz. İnformasiyanın gücü. Və Milli Mətbuatın 150 il ərəfəsində, onu da demək istəyirəm, biz ənənəvi medianı da danışdıq. Çox maraqlıdır ki, radionun aktuallığı qorunub saxlanılır. Niyə? Çünki çox operativdir. Və radio yol mediasıdır. Sən tək oldun, cüt oldun, 5 nəfər oldunuz maşında, avtobusda. Fon olaraq radio çoxlarında var. Kimsə flaşkaya qulaq asır, kimsə Spotify-a, kimsə YouTube-da musiqiyə. Amma psixoloji olaraq təsdiqlənib ki, 70% plus insanlar ortalama dünyanın bir çox ölkələrində mütləq radio qulaq asır. Niyə? Şuuraltı onlar özləri də axıra qədər başa düşməsələr, amma belə bir effekti ki, onlar hardasa orada özləri izah edə bilməsələr də, bilirlər ki, bu an, tutaq ki, Asan radioda gedən bu xəbərə və yaxud da bu aparıcıya, bu verilişə mənlə paralel 10 minlərlə, 100 minlərlə, bəlkə də milyonlarla adam qulaq asır. Ona görə radio media olaraq çox güclüdür, kifayət qədər operativdir. Necə ki, biz, Qafar müəllim, hadisə baş verir, mən telefonu açdım, dərhal çəkirəm. Televiziyada efirə çıxmaq üçün heç olmasa pencək geyinmək lazımdır. Yəni sən özünü biraz düzəltməlisən, qrim filan, mikrofonlar, kameralar qoşulmalıdır. Amma radioda necədir? Oradadır. Düyməni bastım, mikrofon açıldı, istənilən geyimdə, istənilən saç düzümündə, açdı mikrofon, dərhal danışdın. Təsəvvür edirsiniz radionun gücünü bu gündə. Radionun gücü olmasaydı biz ERP Systems olaraq Siemens olaraq burada Siemens olmazdı. olaraq burada Olmazdı. bu verilişi burada eləməzdik. Yəni, və biz bu salam əleyküm yalnız radioya görədir, Qafar müəllim. Həm də TV-yə görə. Qismən. Bilirsiniz, sizin dediyiniz fikirlərlə mən Razı deyilsəm həm mən gedim. razıyam, həm də belə düşünürəm ki, biz bilmirik gələcəkdə nələr baş verəcək. Məsələn, bu günlərim sürücüsüz maşınlar Artıq var, çoxdan. Nisbətən çoxdur. İndi onlar çoxalacaq. Bir də görsən ki, sürücüsüz maşında heç radioya da ehtiyac olmayacaq. Hamı açıb planşetdə televizora baxacaq, kinoya baxacaq, nə bilim, nə edəcək, oyun oynayacaq. Düzdür, Bu günlərim əlbəttə. sürücü sükan arxasındadır. Onun fikri yayınmaması üçün
radio çox güclü Amma bir faiz vasitədir. məsələsi vardı. Neçə faiz indi sürücüsüz maşınlardır bu gün? Söhbət faiz bu mən onun advokatı deyiləm. Mən də demirəm ki, radio maşında- olmasın. Mən istəyirəm radio olsun. Mən istəyirəm radio həmişə olsun. Amma yəni reallıq budur və transformasiya nədə baş verir? Məsələn, fikir verin ki, ənənəvi medialar. Siz bayaqlarım çox düzgün qeyd edirsiniz ki, media nəyisə işıqlandırmasa, hansısa bir hadisə media işıqlandırmasa, demək olar ki, bu hadisə yoxdur. Və bu fenomendən çox gözəl istifadə eləyirdi bəşəriyyət, insanlar. Yəni biz bilirik ki, dövlətçiliyin 4 sütunu var. Və o media 4-cü sütun sayılırdı. Hakimiyyət sütunu idi. Amma niyə görə? Çünki mediaların sayı məhdud idi. Onlara böyük etibar var idi. Və məsələn, Wall Street Journal-da nə hansısa bir məqalə çıxıbsa, deməli bu cürdür. Doğrudur. Hamı da ona inanırdı. Amma bu günlərim araşdırmalar göstərir ki, 72% seçici ənənəvi media etibar eləmir. Hansı media etibar eləyir? Çünki sosial şəbəkələr onu həmin ənənəvi mediaların təfriqə etdi. Ənənəvi medialar təfriqəyə uğrayıb və transformasiya baş verdi. Tam olaraq yox, onun da rolu. Əlbəttə ki, elə var, çox olsun da, önəmlidir. nə qədər çox olsa olsun. Sizin yadınızdadır bu pandemiya olanda Bəli. televizora baxanların sayı ciddi şəkildə artmışdı. Çoxlar evdə, sonra ənənəvi və inandıqları medialar sırasında ilk növbədə elə dövlət televiziyası da var idi. Çünki orada rəsmi mənbələrdən məlumat verilirdi. Vətən müharibəsi vaxtında biz ASTV-ni söndürmürdük. İnternetlə bağlı məsələlər var idi, obyektiv olaraq. Çünki fake xəbərlər yayılırdı. Amma radionun gücü, təsəvvür edin ki, o açıq mənbələrdə də var. Döyüşlərdə, hətta Şuşa həbsxanasında, bilmirəm necə, Şuşa işğalda olanda bizim orada olan insanlarımız radio qulaq asırdı. Və deyirdilər ki, biz Ali Baş Komandanın işğaldan azad olunan ərazilərlə bağlı informasiyanı Asan radiodan alırdıq. Onda o vaxtda bizdə artıq yayım var idi. Biz ehtimal edirdik ki, biz o istiqamətdə yayımlanırıq. Söhbət 2020-nin 91-ci ildə və televiziyanın- çox maraqlıdır, bilirsiniz nə? Sözünüzdə kəsirəm. Ağdamın təməl qoyma mərasimi olanda orada bir 20-30 nəfər iştirak edirdi. Mən də orada idim və prezidentimiz orada olanda biz radio haqqında danışdıq. O zaman radiomuzun hələ 6 yaşı var idi. Nəzərə alaq ki, bizim radio prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. O mənə dedi ki, vaxt nə tez keçir, elə bil ki, dünən yaradılmışdı. Və radionun yayımı haqqında danışanda mən o məsələni də danışdım Şuşa ilə bağlı. Onun üçün belə çox maraqlı gəldi və radionun gücünə baxın. Bugün elə prezident haqqında biz danışdıqsa, o da bölgələrə gedəndə çox böyük həvəslə radio qulaq asır və bunu da yayırlar. Və sosial media haqqında biz danışdıq. Baxın, bugün dünya liderləri, elə bizim dövlət başçımız da bir çox hallarda ən önəmli mesajlar, məsələlər əvvəlcə rəsmi səhifələrdə olur. Kimsə video müraciətlə, kimsə Twitterdə olan yazı ilə və yaxud da digər sosial media platformalarında, sonra ənənəvi media çıxır. Görün necə dəyişibdir hər şey. Elə müharibə dövründə də biz prezidentin tweetlərini Bəli. Görün necə dəyişibdir hər şey. Yəni ona görə növbəti dəyişikliklərə hazır olmaq lazımdır. Mən istərdim mövzunu biraz da fərqli istiqamətə aparaq indi. Gənclərdən biraz danışaq. Baxın, indiki nəsil Z generation adlandırıq da biz onları. Bilirik ki, bundan sonra da alfa nəsli var. İndi siz biraz ilk nəsil kimi eramızdan əvvəl yaranmış insanlar. İndi biz sizlə mən hər zaman Keçmiş əsrdə doğulmuşuq. Keçmiş əsrin özdə ortalarına yaxındır. Mən baxır hansı prizmadan biz ona. Əslində mən həmişə onu vurğulayıram ki, məsələn bəzən Qafar müəllim deyir ki, biz o vaxtda çox çətinliklə pul göndərəndə, poçta gedirdi, müxtəlif. Məsələn, mən o dövrü görmədiyim üçün deyə bilmərəm. Bizim üçün hər şey artıq rəqəmsal. Amma bir məsələ də var ki, biz nə qədər rəqəmsal mühitdə doğulsaq da, reallığı qəbul etməliyik ki, Z nəsli adlandırdığımız nəsil belə bəzən rəqəmsal mühitə çox da yaxşı yanaşmır. Hətta onlar rəqəmsallıqdan kənarda da qalan gənclərin olduğunu müşahidə edirik. Bəs necə düşünürsünüz? Ümumiyyətlə, gəncləri xüsusilə rəqəmsal mühitə
necə cəlb eləyə bilərik ki, indi daha da yaxşı bu sahədə inkişaf eləyə bilsinlər? Bilirsiniz, YouTube qalsın bir qırağa. Bilirsiniz, Google və internet ümumiyyətcə təzə peyda olunanda mən hələ çox gənc idim. Və mən düşündüm ki, bu nə gözəl şeydir. Bu demək olar ki, bütün dünya kitabxanası, bütün dünyanın bilikləri mənim əlimin altındadır. Mən nə vaxt istəsəm, istədiyim məlumatı əldə edə bilərəm. Gör bizim cəmiyyət, gör bəşəriyyət necə dəyişəcək. İnsanlar hamısı savadlı olacaq. İnsanlar hamısı inkişaf edəcək. Amma gördüyünüz kimi həmin o biliklərdən, həmin o kitablardan, həmin o elmi məqalələrdən faydalanan oldu 15-20%. Qalanı nədir? Qalanı həmin o internetə öz əyləncəsi üçün istifadə elədi. Yəni bugün də həmən şeydir. Bu texnologiya var. Bu texnologiya sən istəyirsən onu fayda üçün istifadə edə bilərsən, istəyirsən onu əyləncə üçün istifadə edə bilərsən. Hər bir insan öz seçimidir və o seçimin bədəlini həmən o insan görür. Ondan başqa heç kəs görməyəcək. Yəni hansısa bir gənc bu günlərim rəqəmsal texnologiyalardan istifadə eləmirsə, maariflənmirsə, oxumursa, inkişaf etmirsə, onun bədəlini ancaq həmin o gənc görəcək. Ondan başqa heç kəs onun ziyanını görməyəcək. Amma ağlı başında olan, savadlı, düşüncəli gənclərimiz çoxdur. Və mən bu günlərin bizim hələ öz şirkətimizdə, yay tətilidir, gəliblər bir layihə var. İnşallah qismət olsa onu da danışacağımızsa bitirəyik, yetişdirək, axıracan. 4 nəfər gənc, hərəsi 17-19 yaşında gözəl Azərbaycan balaları. Onların köməyi ilə mənim düşüncəmcə biz çox mükəmməl, çox qəliz, çox böyük bir layihə həyata keçirdirik. Və onlar hamısı adi texnologiyalardan demək olar ki, nəsə hansısa bir milyonlar biz getdik, venture kapitalistlərə mi? Yox. Ofisdə oturmuşuq, öz əlimizin altında olan vasitələrlə yeni bir məhsul ərsəyə gətiririk. Və bu hamı üçün var. Belə də gənc var. Belə gənc var ki, deyir ki, yox, mən yay vaxtıdır, tətilə gəlmişəm. Mən nəyə gedib layihə üzərində işləyim? Mən gedim dənizin qırağında. Yəni, demirəm ki, o pis şeydir. Dənizdə də istirahət etmək lazımdır. Amma yenə də hər gəncin öz seçimidir. Məncə balans olmalıdır həyatda və gənclər təbii ki, bizdən progressivdirlər və istənilən nəsil sizə deyəcək ki, bizə də deyirdilər. Biz o vaxtda, indi mən ona görə onu istifadə eləmirəm. Sən heç atı hərəyə bilmirsən, sən nə oldu? Nə oldu sənə? Sən elə hazır Jiguliyə, rahat Jiguliyə minib gedirsən. Amma indi o Jigulini yada salanda mən təəccüblənirəm ki, biz 80-90-cı illərdə, qədim dövrlərdə necə bu maşına sığışıb və 4 saat iyulun axırı, avqustun əvvəli yolda saxlaya şərti ilə, Kürdəmirdə yemək şərti ilə. Çünki əsas əgər 2-3 yer var idisə istiqamətdə onlardan biri oradaydı. O istidə biz necə bölgəyə rahat gedib çıxırdıq. Yəni həm də təhlükəsizlik baxımından çox qəribə idi. Yəni bu qədər. Onda çox dəyişib. Əslində yəni bugünkü gün də bizə təqdim etdiyi imkanlardan istifadə edərək. Məsələn, bizim qəbul etdiyimiz bir şey var ki, gənclər xüsusilə məsələn bizim dövrün gəncləri artıq rahat bir şəkildə qazanc əldə edə bilirlər ki, biz elə son dövrlərdə şahid olduğumuz məsələn hər gün bir süni intellekt aləti çıxır. Düzdür. Yəni artıq reklam sənayesinə də bir növ təsir edir ki, mütləq. Aparıcılara, reklam sənayesinə, rejissorların işinə, montajyorların işinə və s. Rəssamların işinə, çünki artıq hazır dizaynlar olacaq. Yəni çox məsələlər təsir edəcək və çox şey dəyişəcək hələ. Sadəcə olaraq indi heç görürsən ki, biz ChatGPT-ni çox ideallaşdırırıq. Bəzi suallar verirsən ona, yaddan çıxardır əsas məsələləri demək. Tutaq ki, mən ona deyirəm ki, uzaq yola səfərə çıxanda onun ən əsas məqamıdır. Nəyə fikir verək? Deyir ki, bəzi şey, biletini elektron olaraq unutma, ən əsas pasportu, pulu götürmə, filan. Deyirəm ki, yaxşı, bəs sığortalanım mən hər ehtimala qarşı. Misal üçün, $20 Deyir, lazım deyil. Deyir, hə, nə yaxşı yada saldı. Mən də fikirləşdim, o burada belə işləyir. Yoxsa ümumiyyətlə, yəni, baxmayaraq ki, $20 çox pul verir ona. Deyirəm, bu nə demək?
Sabah bəs nəsə Allah üzərəsinə olsa, Öməm, bu ChatGPT o yəni dil ideallaşdırmağa dəyməz modelidir. onu da. O dil modelidir. Onun iş prinsipi belədir ki, o mükəmməl şəkildə cümlələr qurmağı bacarır. Amma Azərbaycan dilində hələ indi təkmilləşir. çünki o Ondan başqa əlavə bir insanlar başarıdır. ona üzr istəyirəm, təqdimatlar deyirlər misal üçün də, yaz, hazırla, filan şey, ssenari, sonra biznes görüş üçün mən hansı məqamları vurğuluyum. Təqdimat istəyirəm o gün ondan. Deyir ki, yaxşı, 5 saata mən geri dönüş eləyərəm. Yox, o yalandır. Deyirəm 5 saata, 5 saata yox, 1 saata biz onu özümüz hazırlayırıq. Bu nə yanaşmadır? Bu nə? Yatmışdın Öməm, icazə verin. Deyir, yaxşı, bağışla, 5 dəqiqə mən Sözümüzü şadlıqlarda kesin. ChatGPT o large language modeldir. Yəni böyük dil modelidir. Başa düşürəm, amma süni intellekt əsasında sənə həllər də və açıqlamalar da Yox. verir də. O biz reklam kimi adını qoyublar süni intellekt. Əslində orada intellekt yoxdur. O Bir sadəcə dəqiqə. olaraq Səninlə danışan səs kimin səsidir? sintezatordur da səsdir. Sintez Sintez olunur. olunmuş Real bir səs şeydir. əsasında yaradılmayıb. Yox. Süni intellektdir. Bazanı hardan götürür? İnternetdən götürür və öz datası da var. ChatGPT Sən ona internetdən bir götürmür. tarixi məsələdən bağlı sorur, o başlayır axtarış etməyə Webdə internetdə aranır həmçinin. yazır. Ona görə burada mübahisəli məsələlər çoxdur. Əvvəl-axır, əgər ChatGPT dünyada rəsmən və de facto müəyyən belə çox bilmiş bir süni intellekt həlli kimi tanınırsa, onun müəyyən məsələlərdə səhv etməyə ondan xəbər verir ki, onu hələ də redaktə eləmək lazımdır. Çünki o generative AI deyil. O large language modeldir. Amma generative AGI o hələ gələcəkdə, o hələ gələcək, o yoxdur. Amma insanlar ondan məhz bu məqsədlə də daha çox faydalanır. ChatGPT bir güzgüdür. Siz ona hansı tərzdə danışacaqsınız, o da sizə həmin tərzdə cavab verəcək sizə. Çünki onun hələ işi, gücü, peşəsi ancaq danışmaqdır. Və ona görə hərdən olur ki, belə bir sual verirsən, o özünü institutda imtahan vaxtı tam dərsini bilməyən tələbə kimi aparır. Başlayır o yana, bu yana fırladır. Görürsən ki, bilmir ha. Amma fırladır. Amma fırladır. Amma bəzən sən ona axı o ayarlarda tapşırıq verəndə ki, təsəvvür et ki, sən mənimlə qədim Romanın tarixini ən mükəmməl bilən 3 nəfərdən birisən. Mən sənə onunla bağlı suallar verəcəm. Əgər siz onu həqiqətən də bələnçi eləmək Məsələn, düzgün istəyirsiniz, promptdan gedir də bu yox, proses məsələ. promptdan başqa. Promptdan başqa siz ona məlumat verməlisiniz. Siz orada həmin o ChatGPT-də bələnçi bir opsiya var. Ora əlavə olub fayllar əlavə etmək olur. Siz gedirsiniz məsələn sizin zənninizcə tutam ki bu tarix professoru hansı kitablardan oxumaqdır? Gedirsiniz 10 dənə o kitabı yüklüyorsunuz sonra. Sonra hansı saytlara siz etibar edirsiniz? 10 dənə, 20 dənə sayt seçirsiniz, göndərirsiniz. Hamısını onu train eləyəndən sonra ona müraciət edirsiniz ki, bu ona deyirlər narrow trained model. Deyirsiniz ki, bu bilik çərçivəsində mənə filan səviyyədə cavab ver. Amma desəniz ki, sən professorsan, sən mənə professor kimi danış, amma məlumat verməsəniz, o böyük professor kimi danışacaq. Amma biliyi olmayacaq. İndi məsələ də orasındadır ki, bugün niyə o qədər çox cürbəcür süni intellektlər var? Çünki peşəkarlar var, hərəsi öz sahədə, bir sahədə o modeli treyn eləyib, təlim elətdirib, bazara buraxırlar. Və hələ baxaq görək bunun axırı nə olacaq. Yəqin ki, o yaradılanda da artıq o baza məsələləri bir çox bəlkə də adi istifadəçilərindən fərqli olaraq təbii ki, daha çox bilikləri var idi, daha çox informasiyası var idi. Ona görə bir çox sahələrdən bir çoxlarımızla müqayisədə daha rahat danışır. O da var. Yox, sözsüz ki, o bizdən sürətlidir. Biz ondan başqa, məsələn, mən istifadə etdiyim nədir? Notebook LM adlanan bir tətbiq var. Onu çox məsləhət görürəm sizə. Hər hansı bir olur treyningdir, ya dərslikdir, ya bir məqalədir. Vaxtın olmur da onu oxumağa. Amma istəyirsən onun daxilində olan məlumatları götür. Həmin o məqalələri yükləyirsən Notebook LM-a
10-15 dəqiqə vaxt çəkir. O onun üzərində işləyir. Sonra sən xəbər ki, hazırdır. Və bir düyməni basıb həmin sən yüklədiyin məlumatın üzərində podkast yaradır sənin üçün. 2 nəfər bu sən yüklədiyin sənədin üzərində 2 nəfər müzakirə edir, söhbət edir, sənə izah edir və məsələn maşında ondan istifadə edirəm. Görürəm ki, gün ərzində yığılıb materiallar, bunlar oxumağa vaxtım olmur. Atıram notebook eləmə, işdən evə qaydanda tıklayıram, 15-20 dəqiqəyə evə çatanacan. Düzdür. Bir də ki, ümumiyyətlə yüksək texnologiyaların inkişafı ona gətirib çıxardıb ki, biz hərəmiz özümüzə heç olmasa 1-2 assistent asanlıqla tuta bilərik onlayn aləmdən. Başlayacaq müxtəlif şeyləri yada salmağa, nəyisə planlamağa, prioritetləri seçməyə və s. Bu çox yaxşıdır, önəmlidir. Amma əslində qəbul etməli olduğumuz bir məqam da var ki, hətta süni intellekt alətlərini necə deyim, yaradan insanlar bir hər zaman vurğulayırlar ki, biz nə etməliyik? Süni intellektdə bütün işimizi gördürməməliyik. O sadəcə bizim üçün köməkçi vasitə olmalıdır. Çünki biz ona bütün işimizi həvalə eləsək, o bizə istədiyimiz nəticəni verməyə də bilər ki, biz özümüz həmişə vurğulayırıq. ChatGPT-nin məsələn müəllimin qeyd etdiyi məqamlar ki, bəzən mənbəsi olmayan məlumatlar da bizə verir. Eyni zamanda digər süni intellekt alətləri də. Müəllim, son olaraq sizə belə bir sual vermək istəyirəm və bununla da məncə verilişimizi yekunlaşdıra bilir. Düşünürəm ki, ən uzun xronometrajı olan bir verilişimiz var. Kəsərsiz. Emin Musavi özünü rəqəmsal lider hesab edir. Yaxşı sualdır. Mən bilmirəm, təvəzzükar kimi cavab verim, yoxsa... Amma zamanı dəyişib, necə var elə deyim. Bəli, hesab edirəm ki, 70-ə 21 il qalıbdır. Buna baxmayaraq, müqayisədə bəli, kifayət qədər çevikən məsələlərdə və şükürlər olsun ki, hələ ki bu günə qədər o trendləri öncədən hiss eləmişəm. İlk dəfə 1997-ci ilin avqustunda biz ANSCM radiosunda bazar günü idi, səhv etmirəmsə, internetdən xəbər tutub Britaniyanın hansısa məşhur saytından, ola bilər BBC idi, ola bilər başqa səhifə idi ki, Şahzadə Dayana qəzaya uğrayıb və həlak olub. O məlumatı çatdıranda hamıdan tez, alternativsiz, xüsusən bazar günü mən başa düşdüm ki, internet əməli başlı inqilab edəcək. Düzdür, pis xəbərlə bağlı idi, amma yəni mən gördüm ki, mediada az idi ölkədə. Azərbaycanda iş olaraq biz onu təsadüfən işdəydik, biz onu çatdırdıq və o zaman yenə qayıdırıq Qafar müəllimin metodlarına, yəni eramızdan əvvəl 90-cı illərin ortaları və sonu yarım saniyə vaxt yox, hardasa neçə dəqiqə vaxt lazım idi. Sən şəhər telefonuna qoşulmalıydın, o hər dəfə atırdı, adboy verirdi və bir məlumatı oxumaq üçün yəqin ki, sənin ürəyin üzülürdü və yarım gün sərf edirdin. Yaxşı ki, mən o dövrlər yaşamışam. Mən də yaşamışam, Qafar müəllim yaşayır, mən danışırlar. Bu qədər yəni. Hesab edirəm ki, müqayisədə nisbətən hə. Komanda daxilindəki rəqəmsallığı da mən deyə bilərəm əslində. Tamaşaçılara verilişdən sonra ki, biz doğrudan da elə iclaslarda da biz həmişə xüsusilə o məqamları müəllim bizə xatırladır və vurğulayır ki, biz rəqəmsal olmalıyıq və istənilən vaxtda, istənilən məqamda doğru informasiyanı operativ şəkildə çatdırmağı bacarmalıyıq. Təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün. Müəllim, əslində verilişə gəldiyiniz üçün. Çünki studiya ortamı olaraq biz əslində hamımız eyni yerdəyik. Qafar müəllim, sizə biz təşəkkür etməliyik gəldiyiniz üçün. Məncə siz biraz uzaq yoldan gələrsiniz, biz buradaydıq. Bir daha uğurlar arz edirik sizə işlərinizdə. Müəllim, sizə də buyurun. Mən demək istəyirəm ki, Qafar müəllim elə fürsətdən istifadə edib Siemens qlobal anlayışda Azərbaycanda hansı töhfələr verə bilər, böyük qurumlara, təşkilatlara onu məncə hərdən xatırlatmalıdır. Deyirsiniz Qafar müəllim? Yox, biz təvəzzökar yanaşırıq. Onda siz rəqiblər haqqında. Yox, deyim sizə nəyə görə. Siemensin həlləri, yeri gəlmişkən bir də Siemensdən danışaq. Siemensin həlləri hər sahədə mükəmməl şəkildə və çox bol çeşiddə mövcuddur. Siemens hazırdır. Siemensin həlləri buradadır. Amma Azərbaycan bazarı, Azərbaycanın şirkətləri, Azərbaycanın vətəndaşları, bəziləri hazırdır və ondan artıq faydalanır. Amma qalanları biz hələ ona görə bu verilişi başlamışıq ki, biz istəyirik ki, bizim vətəndaşlarımız faydalansın, maariflənsin və biz bunu geri biraz uzaqdan başlayaq. Çünki Siemensin
həlləri onlar demək olar ki, rəqəmsal transformasiyanın zirvəsində olan bir həllərdir. Ondan öncə hələ çoxlu pillələr var gediləsi. Amma yenə də mən bir Azərbaycanlı kimi mən şadam ki, Azərbaycanda bu həllər var. Mən şadam ki, Azərbaycanda bu həllərə olan maraq var və öz işimdən çox razıyam. Çünki bu gözəl fayda qatan, hər tərəfli, istəyirsən şirkət üçün qənaət gətirir, optimizasiya eləyir, fayda qatır, mənfəəti artıran bir həllərdir. Və hər tərəfli, biraz loru dillə desə, halal həllərdir. Ona görə hamını çağırıram ki, bizim saytımıza daxil olub məhsullarımızdan öyrənsinlər. Bir daha təşəkkür edirəm Qafan müəllim sizə, Emin müəllim sizə. Düşünürəm ki, dinləyicilərimiz üçün faydalı bir müzakirə oldu, elə faydalı məlumat dalğasında. Əziz dinləyicilər, siz Asan Radio və Asan TV-də Azərbaycanda rəqəmsal transformasiya verilişini dinlədiniz. Biz bugün xüsusilə media sahəsindəki rəqəmsallıqdan danışdıq. Gələn buraxılışlarda görüşənədək. Xudahafiz.